Aziz kardeşler, ben orada hüzür yerinde birinci kelime dedim. Ama burada da yürek sözlerimin bəzilərini demək istəyirəm. Çünki oradan bura müqəddəs bir məkandır. Cəlilabad Azərbaycanımızın en güzel, en bereketli torpaqlarından biridir. Xalqımızın en güzel hissəlerindən biri burada yaşayır, burada yaradır. Bura bizim için əzizdir. Azərbaycanımızın hər qarşı kimi. Hər bir qarşı bizə əzizdir, o cümlənin Cəlilabad. Və təəssüf ki, biz dəfn gününə bura gəlib çatıra bilmədik. Açıkçası bizə biraz gec məlumat verildi. Biz araşdırdıq, bizə belə deyildi ki, biz bura gələnə qədər dəfn yekunlaşacaq, ona görə gələ bilmədik. Ona görə bugün bu hüzür günündə bu müqəddəs məkana gəlmək, Tofiq bəyin məzarını ziyarət eləmək, onun itkisinə dözməyib köçən ana ürəyini daşıyıcısının məzarını ziyarət eləmək və bu günlərdə itirdiyimiz dəyərli dostumuz Şəmsəddin bəyin məzarını ziyarət eləmək bizim borcumuz idi. Ona görə də gəldik. Allah şükür ki, sizdən bir yerdə ziyarət edirik. Mən o hüzür məclisində Şəmsəddin bəyin Müsavat üzvü olmasını təsadüfən demədim. Dikkat edirsiniz, Azərbaycanda bir çox ailələr, bir çox insanlar fəxrlə deyirlər ki, mənim babam 1918-20-ci illərdə Müsavat ordusunun əskəri olub. Üstündən 100 ildən çox keçib. Ancaq ailə fəxr edir ki, onun nəslində bir nəfər, iki nəfər insanlar olub ki, Müsavat hakimiyyətində iştirak ediblər, Müsavat ordusunda xidmət ediblər. Və zaman gələcək nəsillər fəxrlə deyəcəklər ki, 90-cı illərin sonunda 20-ci əsr və 21-ci əsrin əvvəllərində mənim babam, mənim atam, mənim filan qohumum Müsavat Partiyasının üzvü olub. Müsavatın çağrışı ilə orduya gedirdi, torpaqlarımızı işğaldan azad edilməsi uğrunda vuruşubdur. Bu siyasi söhbət deyil, bu milli söhbətdir, ümummilli söhbətdir. Və Müsavat Partiyası Azərbaycanın qurucu partiyasıdır. Azərbaycan Cumhuriyyəti 1918-ci ildə qurulubdur. Və dövləti Müsavat Partiyası qurubdur. Bizim üçün Azərbaycanın, Türk xalqının qurduğu bütün dövlətlər öz dövlətlərimiz. Ən qədim tarixi dönəmlərdən başlamış, bugünə qədər Azərbaycan Türk xalqı dövlətlər qurub. Bütövlükdə Türk xalqı dövlətlər qurub. Dövlətlərin hamısı bizimdir. Səfəvi dövlət də bizimdir, Osmanlı dövlət də bizimdir, Qaraqoyunlu da bizimdir, Ağqoyunlu da bizimdir, digərləri də. Şirvanşahı da, Xəzər xaqanlığı da. Bütün bu dövlətlər bizim millətimiz, bizim etnosumuz, Türk xalqı qurubdur. Hamısı bizim üçün əzizdir, hamısının bizim qəlbimizdə xüsusi yeri var. Və bu dövlətlər kağız üzərində qurulmuyor. Bu dövlətləri xalqımızın qəhrəmanları 1000 illər əvvəl də qanlarını tökərək qurublar. 100 illər əvvəl də tökərək qanlarını, cumhuriyyətimizi qurublar. Və bugün də bu cumhuriyyət uğrunda bu xalqımız qəhrəmanlığını davam etdirir, övladlarını qurban verir. Ona görə bu xalq bizim üçün müqəddəs xalqdır və bu övladlar bizim övladlarımızdır. Hamısı bizim övladlarımızdır. Biz onlarla fəxr edirik. Və biz vətənə şəhid övlad verən kişiləri də, anaları da öz atamız, öz anamız kimi sevirik, saygı duyuruq. Tanrı bu ailənin dünyadan köçən fərdlərinə rəhmət eləsin, ruhları şad olsun. Həyatda olan, qalan Nicat bəy, digər dostlarımız, bu ailənin övladları xoşbəxt böyüsün və xoşbəxt yaşasınlar, arzularına çatsınlar. Biz də bu ailənin və bütövlükdə Cəlilabad cəmaatının xeyir işlərinə gələ bilək. Sizin xeyirlərə hamınızla bir yerdə sevinə bilək. Allah rəhmət eləsin.